acizliyi izhar eləmək, ikinci də güvənmək. Yəni, şəxs təvəkkül eləməsi üçün bu iki addımı atmalıdır. Birinci, acizliyin izhar eləyəcək, sonra da öz güvənini Allaha göstərəcək. Və bu təvəkkül ünvanı çox çətin sualların cavabını verir. Bu günləri bir neçə çətin sualın cavabını bu təvəkkül kəlməsindən alacaq. Misal olaraq, Həzrət Əli əleyhissalamı və mövzumuz da İmam Hüseyin əleyhissalamdır. Əvvəlcə Həzrət Əli əleyhissalamı önə çəkirəm və İmamlarımızın niyə bu tərzdə danışmağını bir cavabı var, təvəkkül. Təvəkkül imamı vadar edir ki, imam bu cürünə öz Rəbbi ilə neynəsin, danışsın. İndi mən kəlmələrə izah verəcəm. O kəlmələri heç bir şəxs özünə nədir? Qıymaz, özünə yaraşdırmaz. Amma Həzrət Əli əleyhissalam onların hər birini özünə neynir? Nisbət verir. Yəni, sual çıxa bilər ortaya ki, bəyən imam bu işləri görübmü özünə nisbət verir? Cavab xeyr. Bəs niyə özünə nisbət verir? Acizliyin, zəlilliyin, kiçikliyin Allah qarşısında izhar eləmək üçündir. Və bunu da eləməsə imam, təvəkkül nədir? Alınmayacaq. Təvəkkül üçün Allah təvəkkül eləyəni sevir, Allah təvəkkül eləyənlərdir və s. ilə axır. Bu alınması üçün, bax, diqqət edin, gərək acizliyi sən nümayiş elətdirəsən. Misal olaraq götürürük Həzrət Əli əleyhissalamı, sonra da İmam Hüseyin əleyhissalamı misal gətirəcək. Kumeyl duasını hamımız eşitmişik. Deməli, Kumeyl duasında çox ağır kəlmələr, həddən ağır. Həzrət Əli əleyhissalam buyurur, Allahümme iğfir liyəz-zunub əlləti təhtiku əl-isəm. Bu bəndin özü geniş izah istəyir, mən qısa izah verəcəm. Həzrət Əli əleyhissalam buyurur ki, ismətləri yaran, parçalayan, yırtan, cıran, dağıdan günahlarımın ilə bağışlar. İsmətlər nədir? İsmətlər, ismə kəlməsi, deməli, bir dil baxımından yanaşma var, bir din baxımından yanaşma var. Dil baxımından yanaşanda qorumaq bir şeyin qarşısını almaq. Məsələn, Qədir-Xum ayəsində Allah Taala Peyğəmbərə əmr edir ki, nazil olanın ilə cəmaata çatdır və ayədə belə gəlir, Vallahu ya'simukə minən-nas. Allah səni insanlardan nə edəcək? Qoruyacaq, himayə edəcək, ismət. O ismət, Peyğəmbərin isməti deyil, ha, diqqət edin, qarışdırmayın. Peyğəmbərimiz məsumdur. Peyğəmbərimiz nədir? Məsumdur. Mübahilə ayəsində Allah Peyğəmbərə ismət təqdim edir. O, təzə bir şeydir. O, Peyğəmbərin məsumluğuna dəxli yoxdur. Nədir? Qorumaq, himayə. Allah buyurur ki, mən özüm səni neynəyəcəm? Bütün təhlükələrdən, səni narahat edən bütün işlərdən özüm neynəyəcəm? Himayə edəcəm, qoruyacam. Yəni, o ayədə olan ismətlə Peyğəmbərin isməti fərq edir. Bunu diqqət edin. Deməli, bu dildə, dində nədir? Dində. Dində, Əkbər bilən salavat göndərək Peyğəmbər. Allahümmə salala Muhammed Ali Muhammed. Dində ismət nədir? Deməli, Allahın əməllər eləyirik, əməllər. O əməllərin
bir himaye bəndəsinə verir. Bu aramızda görmüşük. Yəni Peyğəmbər imamın məsumluğundan danışılmır. Ümumi hər bir insanda ola biləcək ismət. İsmət nədir? Müəyyən əməllər eləyirsən, onun mükafatı olaraq Allah sənə bir himayə verir. Himayə yəni qorunma. Həmin o qorunma, həmin o hal sənə kömək edir ki, günah eləməyəsən. Məsələn, misal, burada oturanların çoxunda ismət var. Amma burada oturmayanların bir 100 qat bundan artıq sayda ismət yoxdur. Niyə? Çünki buradakılar donuz əti yemir. Yeyə bilərsiniz ya yox? Yeyə bilərik. Və sair günahları eləyə bilərsiniz, amma eləmir. Niyə? Çünki belə deyək də, bir ismət yaranıb. Bir nədir? İsmət yaranıb. Bilərəkdən cəhənnəmə aparası işlərin dalıca nədir? Getmirik. Və günahdan da həzz alıb ləzzət almırıq ki, əcəb elədim onun dalıcan danışdım, qeybət elədim. Sən özün yaxşı bilirsən ki, qeybət Quranla insanın diri-diri ətin, insan əti yemək deməkdir. Ən, belə deyək də, çirkin forması. Yəni, heç bir mömin deməz ki, mən əcəb eləyirəm və ləzzət alıram. Bu durum hardan irəli gəlir? İnsanda yaranan o ismətdən. Deməli, İsmət nədir? Əl-himayə əlləti yəmnəhuhə Allah lil-insan minəl-vuqu'i fi əl-məasi. Günahlara batmamaq üçün insanda yaranan himayə, öz qorumaya deyilir nə? İsmət. Bu, Peyğəmbər imamdan getmirə söhbət. Adi kütlədir. İndi biz dua edirik. Ya Allah, Allahümme əğfir liyə zunubəlləti təhtiku əl-isəm. İsəm, ismətin cəmidir. İsmət elə bir dondur. Allah giyindirib nədir? Bəndəsinə. Günahlar var. O günahlar bu isməti neyir? Paralayır, cırır, dağıdır. İndi bu izahdan sonra gəlirik Həzrət Əli Aleyhisselamın dairəsinə. Həzrət Əli Aleyhisselamda isməti paralayan, dağıdan, yırtan, hətk eləyən günahlar mı var? Xeyr. Cavab xeyr. Bəs niyə deyir? Dələ dalmır. Allahümme əğfir liyə zunubəlləti tunzilun niqam. Niqam, niqmənin cəmidir. Niqmə yəni bəla. Günahlar var ki, insana nəyi indirir, neyi cəzb edir? Bəlalar. Həzrət Əli deyir ki, ya Allah, mənim o günahlarımı neynə? Yəni, bəla cəzb eləyən günahlarımı bağışla. Həzrət Əlinin bəla cəzb eləyən günahı mı var? Allahümme əğfir liyə zunubəlləti tuğayyirun ni'əm. Ni'əm, ni'mənin cəmidir, nemət. Nemətləri dəyişəcək. Neməti bəndənin əlindən alacaq günahları neynə? Bağışla. Həzrət Əlinin belə bir günahı mı bu ki, əlində olan neməti əlindən də alsın. Allahümme əğfir liyə zunubəlləti təhbisü dua. Duanın qarşısını alan günahlarımı bağışla. İndi İmam Cəfər Sadiq Əleyhisselam cavab verəcək. Hansı günahlar, hansı təsiri qoyur? Yəni, bəla nazil edən günah hansıdır? Duanın qarşısını alan günah hansıdır? Ruzinin qarşısını alan günah hansıdır? Ona imam cavab verəcək. Mən ona cavab vermirəm. Mən fəqət mövzunu təqdim edirəm əlbəttə. Duanın qarşısını alan günahlarımı bağışla. Allahümme əğfir liyə zunubəlləti tunzilul bəla. Bəlaları nazil eləyən, deməli, o niqəmi, o biraz dərinə gedək. Bəlada var, niqəm də. İkisi də hələ bəladır, amma fərq nədədir? Niqəm, o kəlmə ki, Həzrət Əli ilə istifadə edib, ərəb dilində intiqam və qisas deməkdir əslində. Yəni, bir sıra günahlar var ki, Allah bəndədən nə alır? Qisas alır. Yəni, məzlumun qisasını kim alır? Allah alır. O da bəladır, amma qisas yönümlü.
Bəlası ümumidir. Təzədən oxuyuram. Allahümmə iğfirliyə zunub əlləti tunzilu niqəm. Niqəm tərcümədə deyərlər bəlalar. Bəla, hələ bəlalar. Fərq nədir? Fərq incədir. İkisi də bəladır. Amma niqəm intiqam, qisas mahiyyətli bəlalar. O bundan ağırdır. O, məsələn, bir nəfərə bəla nazil olur. Tamam, ağır bir şeydir. Amma intiqam, qisas mahiyyətli bəlalar nədir? Daha ağır. Deməli, ardına və təcərrətu bi cəhli. Ya Allah, bu işləri məndə cürəti, bu işlərə cəhalətim yaratdı. Həzrət Əli və cəhalət. Belə bir şey mümkündürmü? Mümkündür. Əhl-i sünnənin alimləri və Peyğəmbərdən gələn hədislərdə və Həzrət Əlinin özündən gələn hədislərdə bu məzmun var. Həzrət Əlidən başqa. Biz niyə yapışmışıq Həzrətin ətəyindən? Həzrət Əlidən başqa heç bir səhabə deməyib ki, səluni, səluni, səluni. Soruşun məndən, soruşun məndən. Yoxdur. Bir nəfər varsa adını tutun. Dəlillə, iddia eləyə bilərsən ki, filan kəs elmin dəryası olur. Elə yox. Alim şəhadəti gətir, alim şəhadəti. Ki, ikinci nəfərin haqqında desinlər ki, Peyğəmbər səhabələri arasında biri kürəyin söykədi Kəbə evinə, dedi ki, soruşun məndən, soruşun məndən, nə istəyirsiniz, soruşun məndən. İkinci adam yoxdur Həzrət Əlidən başqa. Yəni, bu dairəyə cahillik daxil ola bilmir. Amma Həzrət Əli bunu elə öyrətdiyi duada, özünün öyrətdiyi duada deyir ki, məndə cahillik var və bu cahillik günahları eləməyə məndə cürət yaradır. Yəni, günahlara cürət nədir? Cahillikdən irəli gəlir. Ardını oxuyaq. Və xədəətli dünya bi qururiha və nəfsi bi xiyanətiha. Həzrət Əli əleyhissalam fəqət deyib ki, dünya səni neçə dəfə tələqu verirəm? 3 dəfə. 3 dəfə də fiqdə getdi, qayıtmır. Yəni, o talaq, rəc'i talaq sayılmır. Bu da mühüm bir işarədir. Deməli, dünya bərbəzəyi ilə və hilələri ilə məni neynədi? Aldatdı. Həzrət Əlini dünya aldatdı. Və nəfsinə uyub, nəfsinin xəyanətinə düçar olub, mübtəla olub, bu hala düşür. Və ən bərbadı və kəsrət şəhəvati və qəfləti. Şəhvətin çoxluğu və qəflətin çoxluğu. Qəflət, yəni Allahdan, qiyamətdən, Allahın əzabından, bu şeylərdən xəbərsiz olmaq. Yaddan çıxır. Yaddan çıx. Xaləftu əvamirəkə. Sənin əmirlərə əks getmişəm. Qəd ətəytükə ya ilahi bə'də təqsiri və israfi alə nəfsi mu'tədirən, nadimən münkəsirən. Deməli, yanıva gəlmişəm, ya Allah. Taksirkarlıq eləmişəm. Vaxtımı, canımı, malımı israf eləmişəm. Səndən üzr istəyirəm, peşmanam və qəlbi sınıq yanıma gəlmişəm. Bəziləri həmən bu şübhələrdən qaçmaq üçün ki, nətər, yəni Həzrət Əli belə şeylər mümkündür. Nədir? Deyir ki, bu duanın sənədi zəifdir. Sənəd zəifdirsə, deməli, Həzrət Əli əleyhissalama bunu nisbət vermək nədir? Müşkül məsələdir. Amma burada heç bir şeyin Həzrət Əliyə nisbət verilməsində müşkül yoxdur. Niyə? Çünki tərəf bu, deməli, 1, 2, 3, 4, 5, 6, 7 səhifəlik duanı hamısını tökməlidir təvəkkül qabına. O təvəkkül qabında, babında bunların hamısının cavabı var. Niyə?
Çünki təvəkkülün iki şərti var. Birinci şərti odur ki, acizliyi izhar eləməlisən. İkinci şərt də odur ki, sən güvənməlisən. Bu ikisi olanda şəxs neyinir? Təvəkkül eləyə bilir. İndi o güvənmək var ha, ikinci hissə. Birinci zəlilliyi, acizliyi izhar eləyirsən. İkinci də güvənirsən. Güvənməyin özünün də şərti var. Yəni şərtin içində şərt var. İndi orada gələcək biraz diqqətli olun. Deməli, salavat göndərək Peyğəmbər. Allahümme salli ala Muhammed Ali Muhammed. Əllamə Məclisi buyurur ki, müəyyən şərhlər verir, onunla vaxtı almayayım, özüm elə bir xülasəsini çatdırım sizə. Üsul Kafidə Bab Təfsir Uqubat-ı Zunub 1-ci hədis. Filan kəsdən İmam Cəfər Sadiq əleyhissalam buyurur. Bax, diqqət edin, mövzunu biraz da ağırlaşdırırım. Həzrət deyir, filan günahmı bağış. O günahlar, məsələn, filan şeyin qarşısını alan nədir, filan şeyi cəlb eləyən nədir? İmam Cəfər Sadiq əleyhissalam izah eləyəcək. Bir də ünvan deyirəm. İmam Zeynalabdin əleyhissalamdan da var. Hansı günahlar nəyi cəlb eləyir? O daha genişdir. Təqribən orada demək olar ki, əksər günahları və onun yan təsiri. Onları imam orada çox gözəl izah edir. Bu qısadır. İmam Cəfər Sadiq əleyhissalam buyurdu. Əl-zünub əlləti tuğayyirun ni'əm. İnsanın əlindən niməti alan günahlar hansıdır? İnsanın əlindən niməti alan günahlar nədir? Hansıdır? Əl-bəği. Bəği nə? Bəğin çox mənası var. Bəğin zina mənası var. Bəğin zülm mənası var, zülm. Bəğin həddi aşmaq mənası var. Bəğin təcavüz eləmək həddi var. Biri digərinin haqqına, malına, mülkünə və s. ilaxır, canına. Bunlar hamısı nə sayılır? Bəği sayılır. Biz burada zülm mənasını götürək. Deməli, zülm səbəb olur ki, insanın əlindən nimət nə olsun? Geçir. Həzrət Əli əleyhissalam deyir ki, niməti əldən alan günahlarımı bağışla. Yəni, Həzrət Əli neyniyib? Deməli, zülm edir. Deməli. Və zunub əlləti turithun nədəm? Peşmançılıq insana kəsb elətdirən günahlar. Hansıdır? Əl-qətl. Qətl hadisəsi. Bütün günahlar insana peşmançılıq gətirir. Amma qətl ən şiddətlisidir. Ona Quranda da ayə var. Elə bir Habil-Qabil məsələsində deməli, bir qardaş digər qardaşını öldürür. Ayədə belə gəlir. فَأَصْبَحَ مِنَ النَّادِمِينَ. Qardaşın öləndən sonra peşmanlardan, peşmançılıq çəkənlərdən oldu. Orada qətildən sonra Allah onu belə vəsf edir. Əlləti tunzunun niqam. Allahın intiqamını insana cəlb eləyən bəlalar hansıdır? İmam buyurur, zülm eləmək. وَالَّتِي تَحْتُكُ السِّتِرِ. İsməti yırtıb parçalayan şurbul xəmr, araq içmək, məst edici qəbul eləmək. Əlləti təhbisul rizq. Ruzinin qarşısını alan zina və yaxud bəzi nüsxələrdə gəlib riba, faiz vermək. Faiz vermək və yaxud zina eləmək ruzinin insanın əlindən neydir? Ruzinin gəlməsinin qarşısını alır. Duanı qəbul eləməyin qarşısını alan. Hüququl validi. Ağ valideyn olmaq. Evladın valideyninə qarşı valideynin haqq düzgün nəsihətlərinə itaət etməməsi. Bu da nədir? Şəxsin duasının qəbul almasının qarşısını alır. Təsirlərindən biri budur ya.
evlad ata-anasının düzgün nəsihətlərini rədd edib, onlara qarşı qabarırsa, həmin bu evladın duası nədir? Qəbul deyil. Təsirlərdən biri budur. Mən şahid olmuşam, o ata-ana ki, evladını belə deyil, razılıq verməyib, qarğıyıb, onların ömrü uzanmıyor. Yəni, qısa ömürlü insanlara baxsaq, bir araşdırma aparın. Görərsən ki, ya atası ilə, ya anası ilə ciddi problem var. Təsirlərdən də biri budur. Və onlarla vaxtı almır. Deməli, Həzrət Əli əleyhissalam sadalayır günahları ki, bu günahlar mı nədir? Özünə də nisbət verir, liyə, mənim. İndi Həzrət Əli özünə deyir, bizi eşitdirir, bizi öyrətmək istəyir. Əhl-i Beyt nümunədir. Biz nümunəyə baxıb örnək götürməliyik. Belə də yoxdur. Məsələn, bizi öyrətmək istəyir, ümumi bilən söz deyərdi. Ya Allah, o günahlar ki, məsələn, günahlardan növün qeyd eləməsin. Belədir, onları bağışla, mənim üçün bağışla. Ki, bizi öyrətmək istəyir. Amma incəliyə getməyi, incəlik ki, günah eləmişəm, ona cəsarəti neynə tapdım? Cahilliyimlə. Bunlar təlimdən kənardır. Bunlar təlimə dəxli yoxdur. Bunlar təvəkkülün tələbatıdır. Ki, təvəkkülün tələbatı budur ki, şəxs acizliyin izhar eləməlidir. Acizlik nədir? Cahillik, acizlik deyə yox, acizlik. Cürət, haqqın qarşısında, düzün qarşısında cürət tapmaq acizlikdir. Və say, nə orada sadalanırsa, hamısı nədir? Acizliyin əlamətidir. Şəxs onu bir hünər hesab eləyə bilər. Amma əslində nədir? Acizlikdir. Məsələn, qolu güclü bir oğlan balaca bir uşağı salır təpiyinin altına, vurur. Bu hünərdir ya acizlikdir? Acizlik. Heç kim demir bu hünərdir. Axı döydü onu, qol qaburğasını qırdı, başın bədənindən ayırdı və s. Yox, bu acizin əlamətidir. Ki, gücü olmayana güc neynəmək göstərir. Deməli, indi Quranla 3 misal gətirəcəm. Və orada təvəkkülün acizliyi hissəsini sizdən soruşacaq. Diqqət edin. Salavat Peyğəmbərimiz. Allahümmə salli alə Muhammed. Qəsəs surəsi 7-ci ayəni oxuyuram. Məzmunu. Allah buyurur, Bismillahirrahmanirrahim, Musa Peyğəmbərin anasına ilham elədik, vəhiy elədik. Diqqət edin kəlmələrə. Ardıyı, uşağa süd ver. Əgər qorxsan, qorxduğun zaman, deməli, qorxu hissi keçirsən, fəlqihi filyəm. Uşağı at suya, çaya. At çaya. Qorxma, kədərlənmə. Biz onu Peyğəmbərlərdən qərar verəcəyik. Deməli, 6 bənd deyəcək. Hansı ana öz uşağını çaya atar? Belə şey də olsa, bilir ki, o uşağı öldürəcəkdir. Uşağı əlindən alacaqlar. Hansı ana qayadan uşağını atar çaya və yaxud dənizə və yaxud hər hansı bir şeyə? Niyə bu xanım belə bir iş görsün? Təvəkkül. Xanımda təvəkkül əqidəsi var ki, təvəkkül əqidəsi var. Allah kəlmənin içində bunu da deyir. İnna radduhu ileyki. Bu uşağı sağ-salamat biz sənə nə edəcəyik? Qaytaracaq. Bu kəlmələr xanımda nə yaradır? Təvəkkül hissi yaradır. İndi təvəkkülün də dediyi neçə hissəsi var? Acizlik və güvənmə. Acizlik haradadır? Acizlik deyil. Sən acın ölənlər bundan salavat göndərək. Allahümmə salli alə Muhammed.
gedir. Bu da oğlan uşaqlarından biridir. Bu da bugün sabah öldürüləcək. Yəni sən özü belə fikirləşmə. Bir qadın uşağı harda gizlədə bilər? Ordunun, polisin qabağında o qadın harda gizlənə bilər? Acizdir, düzdür? Acizlik və təvəkkül, güvənmə. Bu ikisi cəm olanda təvəkkül yaranır. Təvəkkül yarananda uşağı odun içinə də atmaq olur. Bu birinci misalımız. Gəlirik ikinci misal. Məryəm surəsi 17-ci ayədən 22-yə qədər fəqət məzmun çatdırır. Allah buyurur, biz öz elçimizi Məryəmin yanına göndərdik. Fətəməssələ ləhə bəşərən səviyyə. Təməssələ misal kəlməsindən. Yəni, görüntü və qiyafət. Kamil bir formada Məryəmin qarşısına Cəbrail ruh daha doğrusu, ruh çıxır. İndi bu ruh məsələsində də ixtilaf var. Məsələn, Qədr surəsində ruhlara tənəzzəlu, əl-mələikətu və ruhu. O ruh nə ruhdur? İki rəy. Birinci rəy budur ki, xəlqun məxluqdur. Cəbraildən, Mikaildən, İsrafildən hamısından əzəmətdir. Yəni bu sayılıb seçilən mələklər var ha, onlardan nədir? Daha əzəm kəlməsi gəlir. Bir varlıqdır. Necə? Yox, başqa şey. Deməli, bu sayılıb seçilən məşhur mələklərdən daha əzəmətli bir varlıqdır. Bu bir rəy. İkinci rəydə yox, hələ Cəbrail əleyhissalamın özüdür. Allah ona ruh kimi, vəhiy mələyi kimi və s. müxtəlif sifətlərlə müraciət edir. İndi kim haqdır, kim nahaqdır, onun özünün mövzusu. Burada da Allah Teala buyurur, ruhumuzu göndərdik onun yanına. Cəbrail də demir, mələk də demir, ruhumuzu göndərdik. İndi o ixtilafla işim yoxdur. Məşhur budur ki, Cəbrail əleyhissalam gəlir Məryəmin yanına. İndi danışığa fikir verir, diqqətli olun. Məryəm xanım dedi ki, mən səndən Allaha pənah. Cəbrail əleyhissalam dedi ki, məndən Allaha pənah aparmağa lüzum yoxdur, mən hələ Allahın elçisiyəm gəlmişəm. Niyə gəlmişsən? Birinci, xanım neyinir? Qorxur. Biləndə ki, bu Allahın rəsuludur, niyə gəlmişsən? Liəhəbə ləki qulamən zəkiyyə. Pak, kamil, bir oğlan uşağı sənə bəxş edəcəm. Diqqət edin. İki kəlmə deyir Məryəm. Mənim necə evladım ola bilər ki, ləm yəmsəsini bəşər, halala və harama toxunur. Halal yolla, haram yolla mənə heç kim toxunmuyor. Mənim uşağım necə ola bilər? Ləm yəmsəsini bəşər və halal yolla. Və ləm əku bəğiyyə. Bəği, yəni zinakar. Zinakar da deyiləm. Yəni nə ərim var, nə də zinakar deyiləm. Mənim uşağım necə ola bilər? Cəbrail əleyhissalam dedi, hələ dediyin kimi, nə sən zinakar deyilsən, nə də ki, evlənməmsən. Nə şəriət, nə də qeyri-şəriətdən sənin bir həyat yoldaşın yoxdur, sən deyəndir. Amma Allah deyir ki, bu iş mənim üçün çox nədir? Asan bir işdir. Və bu işi biz bir əlamət, nişanə qərar verəcəyik və Allah tərəfindən bir mərhəmət və rəhmət olacaq. Və Allahın əzəli elmində də bu belə də olmalıdır. Fəhəmələt və Məryəm xanım uşağa bardaq. İndi
Burada acizlik hardadır? Cəbrail əleyhissalamın qarşısında nə edəcək? Məsələn, deyəcək, yox, istəmirəm. Yox, istəmirəm. O istəmirəm deməklə Cəbrail əleyhissalama nə müqavimət göstərən qarşısında? Cəbrailin qarşısında nədir? Acizdir. Musanın anası Fironun qarşısında nədir? Acizdir. Heç bir tədbir tökməyə mümkünatı yoxdur. Allah Rəsul göndərir mələk. Və tərəf də ona etiraz edir ki, yox, mən deyən olacaq. Mən sən deyəni qəbul eləməyəcəm. Mümkün deyil. Onun gəlişi və sənin razılaşmağın o nə deyələr? Acizliyin elə özüdür. Məryəm əleyhissalam acizliyin izhar edir ki, yox, bir, ilahi gücün qabağında heç nə eləmək olmaz, seçim eləyə bilməzsən. Üçüncü də güvənmək. Uşağı götürdü. Uşağa bardar oldu. Allahın gücü ilə qüdrəti. Gəlirik üçüncü misala, sonuncu misala. Yaqub əleyhissalam evlatları ilə, deməli, Yusuf surəsi 83-cü ayəni. Diqqət edin. Öncədən balaca qardaş oğlunun üstündə Yusufun yanında həbs olunur, qalır. Gəlirlər Yaqub əleyhissalamın yanına. Danışılır, gedir, hadisəni xəbər verirlər filan. Peyğəmbər buyurur ki, bəl səvvələt ləkum ənfusukum əmr. Təsvir bəzəməyə deyilir. Yəni insanın nəfsi və şeytan insan üçün əməli neynir? Bəziyir. Yəni çirkin işi gözəl neynir? Göstərir. Peyğəmbər buyurur ki, sizin bu işiniz nəfsinizdən irəli gələn bir işdir. Tamam. Fəsabrun cəmil. Mənim əlimdən gələn gözəl səbr eləməkdir. Əsəllahən yətiyəni bihim cəmiən. Əlimdən gedən bütün evlatları ümid eləyirəm Allah nə edəcək? Qaytaracaq. İnnəhu huvəl-alimul həkim. İndi Yaqub əleyhissalamın acizliyi hardadır? Yox. Yaqub əleyhissalamın acizliyi burada hardadır? Uşağı verməkdə. Evlatları, bığı-burma cavan uşaqlar durub kör qocanın qabağında. Mən də onu deyirəm. Ki, belə olacaq. Peyğəmbər nə deyir? Sabrın cəmil, əlimdən nə gəlir? Sizin qabağınızda mən yalnız Allaha xatir gözəl səbr eləyəm. Səbr eləyir, bu acizliyi izhar elədi. Və güvənir Allaha ki, əlimdən çıxan evlatların Yusuf'də, bu birisi də hamısını olacaq, Allah qaytaracaq. Deməli, Musa əleyhissalamın anasının məsələsində də İnna radduhu leyk. Biz onu sənə neynəyəcək? Qaytaracaq. Burada da Allah o əldən gedənləri neynəyəcək? Qaytaracaq. Məryəm əleyhissalamın da əleyhissalam məsələsində də ilahi gücün qabağında hamı təslimdir, acizdir, yox. Bu da acizliyin bir nümunəsidir və Allaha güvənib ərsiz uşaq dünyaya gətirmək və çəkinmədən. Götürürsən uşağı, gətirirsən mömin bir mühitə ki, vacib, haram yoxan müstəhəbatla məşğul olanlar. Nə var, nə bir şey. Uşağı gətirirsən, hamı qalır belə ki, necə? Hamısı o mərhələləri keçmək Allaha güvənməkdən irəlidir. Deməli, bu üç misaldan biz bir qayda əldə edirik. Allaha güvənmək nə zaman irəli gəlir? İnsanda acizlikdən sonra. Yəni, bunu keçir. Əsas vacib məqam budur. Acizlik birinci gəlməlidir müxtəlif növləri ilə.
Sonra səndə nə yaranacaq? Güvən yaranacaq. Deməli, Üsul Kafidə İmam Cəfər Sadiq əleyhissalam, İmam Hüseyn əleyhissalamın duasını səhih sənədlə nəql edir. Ünvanı deyirəm, izah vermirəm, amma həmən o duanı Sünni kitabından oxuyacaq. Deməli, əlimdəki nüsxədə Kitab-ı Dua, Bab-ı Da'avat, Mucəzat li Cəmi'il Həvaic. Deməli, 5-ci hədis. Hədis də səhih sənəddir. Həmən bu hədis müxtəlif elə bir kitablarda gəlib. Hətta Tabaqat-ül Kubra ibn Sə'din hicrətin 230-cu ili ən qədim mənbə odur. Həmən bu İmam Hüseynin dilindən çıxan kəlməyəcək. Salavat göndərək verir. Allahumma salli ala Muhammad. Deməli, bax, yenə təkrar edirəm. 2 hissədir, amma birinci gəlməlidir. Sonra ikinci gələcək. Birinci acizliyi müxtəlif növləri ilə izhar edirsən, üçüncü də Allaha güvənirsən. Bu ikisi yaranmasından doğan anlayışa deyilir təvəkkül. Deməli, İbn Kəsirin Əl-Bidayə və Nihayə kitabı da əlimdə. Deməli, Hicrətin 60-cı ilinin hadisələri və 61-ci ilin hadisələri 565-ci səhifə bu çapına. Deməli, Abu Xalid el-Kahili nəql edir. Ləmmə sabbəhəl xeyl əl-Hüseyn ibn Ali. Sabbəhə mənası nədir? At kəlməsi ilə gələndə xeyl at deməkdir, at. At, sabbəhə kəlməsi ilə gələndə sübh çağı atlarla hücuma deyilir. Deməli, şəxs buyurur ki, İmam Hüseynə Yezidin qoşunu sübh çağı hücum edir, sabbəhə. Həmən bu zamanda rəfə'ə yədeyhi fəqal, İmam Hüseyn əleyhissalam əlin qaldırdı səmaya və başladı bu duanı eləmək. İndi diqqət eləyək duaya. Allahümmə əntə siqəti fi kulli kərbi. Ya Allah, sən mənim siqəmsən bütün kərbdə. Kərb, yəni şiddətli üzün. Yəni o müsibət və bəlalar ki, insana şiddətli, qəm-kədər bəxş edir, ona ərəb dilində deyərlər kərb. İmam da buyurur ki, mən hüzün, qəm-kədər içində deyirəm, kərbin içindəyəm. Yəni şiddətli hüzün kəsb elətdirəcək bu hallar mənə. Həmən bu halda mənim siqəm sənsən. Siqa, yəni güvəndiyim şəxs. Sığındığım şəxs. Və rəcai fi kulli şiddə. Hər bir şiddətdə mənim istəyim, arzum sənsən. Və əntəli min kulli əmrin nəzələ bi siqətun və üddətun. Hər bir hadisə ki, mənim başıma gələcək, mənim güvəndiyim şəxs sənsən və mənim üddəm sənsən. Üddə nədir? Üddə dar günə saxlanılan hər bir şeyə deyirlər ərəb dilində üddə. Məsələn, silahı hər gün istifadə edirmi şəxs? Xeyr. Dar gündə istifadə olunur. Qidanı, məsələn, şəxs yığır, saxlayır. Onu niyə saxlayır? Qıtlıq yaransa, o zaman nə edəcək? İstifadə edəcək. Buyurur ki, mənim zəxirəm, ya Allah, sənsin. Fəkəm min həmmin yad'ufu fihil fuad. Deyir, həm qəm-kədər deməkdir. Qəm-kədər var ki, orada insanın qəlbi onu götürə bilmir. Yəni, qəlbin gücü çatmır ki, o qəm-kədəri neynəsin, daşısın. Qəlb nə olur? Partlayır, paralanır. Və tuqillu fihi hilə.
təqillu fihi əl-hilətu. Hilə, hələ bildiyimiz hilə. Amma o cür mənada deyil. Deməli, tədbir mənası. Tədbir tökürsən. Öncədən bir çətin, ağır bir işə, belə deyək də, əskərlərimiz harasa hücum edəcək. Öncədən nə edirlər? Tədbir tökürlər. Həmən o tədbirə deyəcəyinə hilə. Təqillu azalır, zəifləyir, yoxa çıxır. Yəni, heç bir tədbir tökə bilmirsən. Hər tərəfdən qapılar bağlanır, görürsən ki, hər yandan qapılar bağlıdır, tədbir nə tökəcəksən? Əlin bağlı, qolun bağlı, qapılar da bağlı. Nə tədbiri tökəcəksən? Tədbir tökmək mümkün olmayan, yaxdulu fihi sadiq və o qəm-kədərli məsələlər ki, dost insana öz köməyini əsirgəyər. Yəşmətu fihil adu. Düşmən başlayır sənə şəmatət etməyə. Şəmatət nədir? Bir şəxsin qəminə, kədərinə, sevinməyə deyərlər nə? Şəmatət. İndi şəmadət filan deyirlər, əslində şəmatətun. Bir şəxsin qəminə, kədərinə, şəxs gülüb, sevinirsə, o ona neynir? Şəmatət edir. Deyir, düşmənlərin o hal ki, mən düşəcəm, mənə şəmatət eləyəcəyi halda fəənzəltuhu bikə və şəkavtu ileykə. İşlərimi sənin yanında qoyuram və şikayət eləyəcəyim də yeganə varlıq sənsən, ya Rəbbəl aləmin. Rəğbətən fihi ileykə. Başqasından üz döndərərəm, sənə üz tuturam bu işlərdə. Fərrəctəhu, kəşəftəhu. İnanıram ki, bu müşkülləri, bu çətinlikləri məndən uzaq eləyəcəksən və bərtərəf eləyəcəksən. Fəəntəli vəli kulli ni'mətin, bütün nimətin vəlisi sənsən, sahibi kulli həsənə, bütün həsənatın sahibi sənsən, muntəhə kulli qayə, hədəflərin də sonu sənsən. İndi İmam Hüseyin əleyhissalam buyurur ki, mənim güvəndiyim sənsən. Düz əvvəldə, siqət. Allaha belə müraciət edir. Mənim güvəndiyim şəxs, güvənəcəyim sənsən. Bu bir tay. Bəs ikinci tay hardadır? Bu acizliyini imkan edir. Hələ həmən bu deyilənlərin içində acizliyi izhar eləmək. Yəni, düşmən güləcək, qabağını ala biləcəksən? Yox. Sonra, tədbir tökə biləcəksən? Yox. Bunlar hamısı nədir? Acizliklər. İmam öz acizliyin necə Həzrət Əli əleyhissalam Xumeyl duasında acizliklərin izhar edir, imamlarımızın dualarında var. Bu təlim deyil. O öz təvəkkülündən danışır. Çünki təvəkkülün tələbatı var. Acizliyi izhar eləməlisən. Acizliyi izhar eləyir, onu ilə da yanaşır, deyir nə? Mənim güvəndiyim, ya Rəbbəl aləmin sənsən. Deməli, bu iki sətir duada 14 bənd var. Onları qısa işarə eləyib mövzumuza xətm edir. Birinci, siqa, Allah güvənc yeridir. 2, rəca. Rəca nədir? Məyusluğun əksidir. Yəni, məyus olan vaxtı insan hara üst tutmalıdır? Allah. Arzu yeri Allah'tır. Bütün məyus olduğun halda arzu yeri Allah'tır. Üddə, dar günə saxlayacağın azuqə Allah'tır. Deməli, qəlb tab gətirməyən məqamda sənə yardım eləyən Allah'tır. Hilə, tədbir tökə bilməyəcəyin məqamda sənin tədbirin Allah'tır. Dostlar, köməyin əsirgədiyi zaman sənin nüsrətin Allah'tır. Düşmən sənə şəmatət eləyəndə sənin yanında Allah'tır. İşləri tapşırılası yeganə varlıq Allah'tır. Şikayət olması Allah'tır. Niyə deyir ki,
məhz sənə şikayət edirəm. Çünki ola bilsin sən kimə gəldi şikayət edəsən, amma şikayəti nə başa düşən olmayacaq, nə də onu həll edə bilməyəcək. Başqasından üz döndərib sənə üz tuturam. Müşkülləri kəşf edən və qəm-qüssəni aradan aparan sənsən, ya Rəbbəl aləmin. Mənə kifayət sənsən, ruzi və nimətlərin vəlisi sənsən, hacət və həsənatın sahibi sənsən, bütün istəklərin sonu sənsən, həmd sənə məxsusdur, minnət eləmək sənə məxsusdur, Allah mənnandır və mütəfəzzil də Allahdır. Mütəfəzzil nədir? Mutafaddil, yəni layiq olmadan şəxsə nəyisə bəxş eləmək, vermək. Deməli, mövzumuzun xülasəsi və qısası. Sünni mənbəyi qaldı. Sünni mənbəyi. Sünni mənbəyidir biz. Əhləlindəki sünni mənbəyi. İbn Kəsirin Əl-Bidayə və Nihayyə kitabı. İmam Hüseyin əleyhissalama qoşub hücum eləyəndə imam bu duaları oxuyur. O duanın qısa bir kəlmədə imam təvəkkül edir. Təvəkkülün iki şərtinin ikisi də imamın duasının içində var. O demək deyil, imam elə belədir. Yox, təvəkkülün tələbatı budur. Sən eləməsində onları neyləməlisən, deməlisən. Deməli, bir işarə deyileyim, daha aydın olsun. Allahla Nuh Peyğəmbərin söhbəti. Allahla Nuh Peyğəmbərin söhbəti. Nuh Peyğəmbər deyir ki, o mənim neyimdir? O evladım. Oğlumdur, evladım. Düz deyir ya yalan deyir. Bilir ya bilmir. Bilir. Bilir. Allah Teala deyir yox. O səndən. Peyğəmbər sonra nə deyir? Deyir, mənim cahilliyimi bağışla. Allah biləni vurdu. Diqqət elə. Cahilliyimi bağışla. Məsumların ədəbi var. Haqlı diyor, yəni səhv danışmayın, günah eləməyin, cahillik bir şey də yoxdur ortada. Həqiqətən də bu uşaq, bu kişinin belindən dünyaya gəlir. Allah deyəndə ki, o səndən deyil, da soruşmur nə baxımda. Deyir, ya Allah, mən bağışda cahillərdən olmaq istəmirəm. Yəni, burada Peyğəmbərlik heç bir şey yoxdur. Amma izhar elədi. İzhar, acizliyi eləməsə də özünə neyir? Eləyənin hökmündəki kimi təqdim edir. Həzrət Əlinin duaları, İmam Hüseynin duaları da bax, bu qəbildəndir. Eləməyə deyirlər. Olmaz ki, deməsin, yox, olmaz, gərək desin. Niyə? Çünki təvəkkülün tələbatı budur ki, nə qədər çox acizliyi izhar eləyə bildin, o qədər də təvəkkülün nə olur? Güclü olur. Amma acizliyi az izhar elədinsə, təvəkkülün də nə olacaq? Zəif olacaq. Əhl-i Beytin kəlamındakı mən belə, mən elə, mən filan, hələ aşağıya gedir özün. Eləməyə, Nuh Peyğəmbər kimi. Amma yenə də neynir? İzhar eləyir. İzhar eləyir. Bunu eləməlidir. Bizə heç nə öyrətmir. Öz təvəkkülünü Allaha neynir? Nişan verir. Allaha and verir İzzət Cəlalına xatir. Bu cəmi həqiqi təvəkkül əhlindən qərar versin. Allah Teala Əhl-i Beyti, Əhl-i Beyt sevgisini qəlbimizdən son nəfəsimizə qədər əlimizdən almasın. Allah Teala uşaqların qəlbində Əhl-i Beyt məhəbbətini daha güclü eləsin. Allah Teala şəhidlərimizi ləriq-i rəhmət eləsin. Allah Teala vətənimizi əmin-aman qərar versin. Allah Teala əskərlərimizi salim, qanim ailələrlə qovuştursun. Allah Teala ordumuzu hər zaman müzəffər qərar versin. Qürur mənbəyimiz olan Azərbaycan bayrağına Allah Teala həmişə ucalarda qərar versin. Allah Teala gələn günləri xeyrə calasın. Duaların qəbul müstəcab olması üçün, Peyğəmbər və Əhl-i Beytin bizdən razı qalması üçün